Məhəllənizdən, küçənizdən keçməmiş olmazlar. Gecənin bir yarısı, yuxunun şirin vaxtında bir də baxırsan, kimsə avtomobilin şüşəsini endirib, musiqiyə də ən yüksək həddə səs verib, yolda o tərəfə şütüyür, bu tərəfə şütüyür. Yaxınlaşıb söz deyəcəksən, davaya çevriləcək. Deməyəcəksən, yatmağa imkan verməyəcəklər. Bax, belə adamlara qarşı artıq polis əməkdaşları lazımi tədbirlər görəcəklər. Daxili İşlər Nazirliyindən verilən məlumata görə gecə saat 12-dən sonra yaşayış məntəqələrində hərəkətdə olan nəqliyyat vasitələrində yüksək səslə musiqiyə qulaq asmaq və tez-tez səs siqnalından istifadə etmək qanunla qadağandır. Ona görə də bu cür başından böyük hərəkətlərlə insanların narahatlığına səbəb olan şəxslər etdikləri əməlin izahını elə gedib polisə verməli olacaqlar. Bəli, bu zaman həmin nəqliyyat vasitəsinin saxlanılmasına qanuni əsas yaranır. Çünki bu hal ictimai asayiş pozuntusudur və digər insanların haqlı olaraq narazılığına səbəb olur. Gecə saat 12-dən səhər 7-yədək səs-küy salmaq, ucadan mahnı oxumaq, musiqi alətlərini yüksək səslə ifa etmək qanuna ziddir. Gəlin digər insanların istirahət hüququnu pozmamaq üçün səsimizi deyil, intizamımızı artıraq.